Hər kəsə salam. Bugünkü mövzumuz ağqara düşüncədir və bu mövzu haqqında məni danışmağa vadar eləyən izləyicilərdən gələn eyni şəkildə qurulan bir sualdır. Bu məsələ necə olur? Mən intuitiv qidalanma haqqında məlumat verəndə ilkin vurğuladığım məqamlardan biri o olur ki, bu qidalanma növündə qida qadağası yoxdur. Və demək olar, hər kəs mənə bu şəkildə sual verir. Necə yəni, mən indi bütün günü fast food, şirniyyat yeyib arıqlayacağam. İlk ərəfələrdə mən buna fikir vermirdim və sizə düzünü desəm, beynimdə belə bir absurd düşüncə yaranırdı ki, ay insan, bir dənə sakit ol da. Yəni bu nədir də ki, mən bütün günü fast food yeyim? Yəni non-stop belə dünya yoxdur ümumiyyətlə. Amma artıq bəlkə də 20-ci, 30-cu dəfə bu sualı eşitdikdən sonra mən başa düşdüm ki, bu individual hal deyil. Çox insanın düşüncəsi ağqara tərzdə işləyir ki, ya məndə təkcə sərt qadağalar var və ya ümumiyyətlə heç nə yoxdur, non-stop, yəni heç bir qaydaya riayət etmədən mən həyat tərzi sürürəm. Və doğrudan da bu belədir ki, sağlam qidalanan insanlar, onların rasionunda qeyri-sağlam qida mövcud deyil. Təbii ki, bu ortoreksiya xəstəliyi biraz başqadır, o biraz obsessiv şəkildədir və həmin insanlar qeyri-sağlam şəkildə olsa bunu eləyə bilir. Amma qida ilə hələ də münasibətini tam pozmamış, bu xəstəliyə tam qapılmamış insanlarda bu çətinlik yaradır və bu normaldır. Çünki məsələ necə olur? Adətən biz deyirik ki, mən sağlam qidalanacağam. Yəni burada keçən dəfələrdə müzakirə etdiyim podkast da var, sağlam qidalanma motivasiyası. Yəni biz əslində bu bizim içimizdən gəlmir. Biz orada arıqlama məqsədi güdürük deyə başlayırıq sağlam qidalanmanı özümüzə öhdəlik etməyə. Sağlam qidalanırıqsa, deməli sağlam vərdişlərimiz olmalıdır. Su balansını düzəldirik, həyatımızda fiziki aktivlik başlayır, bol meyvələr, tərəvəzlər. Və yenə də deyirəm, biz bunu kontrol altında saxlayırıq. Yəni öhdəlikdir bu. İçimizdən gələn həyat tərzi deyil, öyrəşdiyimiz bir şey deyil. Və təbii ki, bir məqam gəlir, hansında ki biz emosional boşluğa düşürük və orada adətən qidalanma hissəsində o kontrol itir. Ola bilsin bir həftə dayanırıq, sonra gedirik, özümüzə bu vaxt qadağa qoyduğumuz nə varsa yeyirik. Və əslində bu necə olmalıdır ki, sağlam reaksiya olaraq deməliyik ki, okey, bu anda mən özümə zəiflik icazə verdim, amma eybi yox, mən qaldığım yerdən davam eləyəcəm. Amma əksər hallarda bu olmur. Biz deyirik ki, əşi, onsuz da bugün pozmuşam, axşama qədər mən karbohidrat cənnət eləyəcəm özümə. Sonra deyirik ki, əşi, onsuz da bu həftə getdi o məsələ. Artıq nə suya diqqət eləyirik, meyvələr qalır xaladenikdə çürüyür, salatlar da eyni, fiziki aktivlik həyatdan gedir, artıq nə zala gedirik, nə bir şey. Və bu yaşam tərzi də bir müddət davam eləyir. Sonra təzədən deyirik ki, mən özümü ələ alıram, sağlam qidalanma və yenə də gəlirik bu qapalı dairəyə. Yəni təxmini bu sxemanı başa düşdünüz. Ona görə də əgər özünüzdə belə bir şey müşahidə eləyirsinizsə, onu bilin ki, ağ-qara dünya yoxdur. Yəni bunu balanslaşdırmaq mümkündür. Özdəki kontrolsuz şəkildə. Yəni bunu idarəyə almağa çalışmayın. Bunun öhdəliyində, buna daha doğrusu öhdəlik kimi yanaşaraq özünüzə belə sərt davranış sərgiləməyin. Çalışın, okey, çalışın ki, rasionunuzun 80% sağlam olsun, amma o 20% də sevdiyiniz qidalar da olsun. Həmin ərəfədə suya diqqət eləyə bilirsinizsə eləyin. Alınmırsa eybi yox. Bir müddət sonra artıq qidalanmadan əmin olduqdan sonra onu da yavaş-yavaş vərdiş halına salarsınız. Fiziki aktivlik eyni. Getmək alınırsa gedin. Sizə həzz verirsə, əyləncə verirsə gedin. Yox, əgər bu sizi yorursa, demotivasiya eləyirsə, artıq bir ayın sonuna gəldikdə deyirsiniz ki, əşi, getsin də, onsuz da 1-2 dərsim qalıb, mən də bura gedən deyiləm. Deməli, sizlik deyil. Ona görə də heç bir şəkildə qidalanmanı və ya yaşayışı sağlam, qeyri-sağlama bölmək lazım deyil. Bunların hamısını balanslaşdırıb davam etmək olar.
Çünki adi bir dənə də qısa nümunə deyim və bu podkastı qısa eləyəcəm, bitirim. Çünki kimsə sağlam həyat tərzi haqqında danışanda mən çox görürəm, o adətən rus səhifələrində olur ki, indi xanım sağlam həyat tərzinin tərəfindədir və olur ki, hansısa restoranda qarşısında kruasan filan olub. Kommentariyalarda, rəylərdə tökülüşürlər ki, bəs nə oldu? Sağlam qidalanma elə, sağlam qidalanma belə. Və o insanlar əslində düşünmür ki, bu insan 80% olaraq onsuz da sağlam qidalanır. İndi ildə ayda bir dəfə ürəyi kruasan istəyib, bir də yəni okey, həftədə 2 dəfə ola bilər, bir dəfə ola bilər, gündə bir dəfə ola bilər. Yəni bu da normaldır. Və artıq belə düşüncələrə görə insanlar özlərini olmayan çərçivəyə salırlar. Qaydalar düşünürlər, qadağalar düşünürlər. Onlara görə bəzi hallarda hətta özlərinə cəza da təyin edirlər. Ona görə belə şeylər eləməyin. Özünüzdə bu məqamları müşahidə edirsinizsə, artıq bunun fərqindəsiz və sizə qalır sadəcə sağlam və qeyri-sağlam şeyləri həyat tərzinizə və istəklərinizə uyğun balanslaşdırmaq. Unutmayaq ki, qidalanmada bizə heç nə stres verməli deyil və özümüzü əksinə bu stressdən qorumalıyıq. Nəysə, bugünkü podkastım bu qədər. Gələn dəfəyə də bir dənə maraqlı mövzu sizə söz verirəm.